Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar. Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marihuana və triyək, eləcə də 10.104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiyası vasitəsilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Cəlal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Araşdırmalarla müəyyən edilib ki, Cəlal Qəhrəmanov və Rəşid Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməli planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.